sizə test toplusundan normaları 51-dən başlayaraq izah edirəm. Deməli, birinci sualımız belədir. Dil haqqında sizə fikir. İctimai hadisədir. Bəli, irsiyyətlə bağlı deyil. Doğrudur. Fizioloji cəhətdən bəli. Müxtəlif demişik ki, dilin yaranması üçün bədən fizioloji cəhətdən uyğun olmalıdır. Yəni, şaquli şəkildə olmalıdır. Şuurun daşıyıcısı olan beyin inkişaf eləməlidir. Ona görə görürsünüz, deyirik, əmək özü də dilin yaranmasında əsas rol oynayıb. İnsan dik yeriməyə başlaması. Bunlar hamısı doğrudur. Dil və təfəkkür vahiddir. Yəni, bir-birinə eynidir, uyğundur. Onlar vəhdət təşkil edir. Amma müəllimlər, dil yeganə ünsiyyət vasitəsidir, yanlış cavabdır. Baxın, unutmuruq, dil yeganə ünsiyyət vasitəsi deyil. 52. Adilin maraqlı yaddaşına hamı heyran qalmışdılar. Biz demişik, hərə, hamı, hər ikisi, biri, birisi, çoxu, bəzisi, bir neçəsi və toplu isim plus tək xəbər olmalıdır. Cəm xəbər deyə qrammatik norma pozulub və maraqlı yaddaş olmur, güclü yaddaş deyirik, leksik və qrammatik norma. Ədəb dilin hansı norması pozulub? Gərgin və qayğılı fikirlər. Baxaq müəllimlər, gərgin fikir olmur, qayğılı fikirlər. Gərgin fikirlər demişik ki, görürsünüz, uyğun deyil. Deməli, hansı normadır? Söz yerində işləməyibsə, leksik norma və salam, C bəndi. 4-cü, ağız çaşmır. Biz belə deyirik, dil dolaşar, düz danışar. Bu söz bu cürdür, ağız çaşmır. İnsan çaşa bilər, ağız çaşa bilmir. Ona görə burada söz, yenə söz, leksik norma pozulubdur. Düzünü danışar deyir. Deməli, A bəndi. Birində leksik norma, yəni söz düzgün işlənməyib. Sözdən danışırıq. İfadə, söz düzgün işlənməyib. Gələn baxaq. Xəstənin yüksək hərarəti var idi. Mərdan hirsi soyudu. Hündür mərtəbəyə çatmaq yox. Hündür mərtəbə niyə? Pləkana çıxmır, ali mərtəbə. C bəndi. Qrammatik norma pozulmuşdur. Əlaqədən gedir söhbət. Sözlər, cümlələr arasında əlaqədən gedir söhbət. Deməli, baxırıq nəyə? Küçədəki insanlar bir andaca hərəkətə gəldi. İnsanlar mübtəda təkdədir, gəldilər olmalıdır. Deməli, A bəndi. Dünəndən xəstənin vəziyyəti lap yaxşılaşmışdı. Tələffüz şəklində verilmiş cümlədə hansı sözdə epik norma pozulub. Yəni, düzgün tələffüz yoxdur. Xəstə deyil, xəstə deyilir, xəstə. A bəndi. Çimərlikdən dönən uşaqların, yox, uşaqların rəngi qaralmışdır. Deyir, bizdə hansı söz səhvdir, deyilir, B bəndi. Əsir payız küləyi, əsir xəbər əvvələ keçir, mübtəda sona, deməli, qrammatik norma. Gecə uzun, gün gödək, ağacdan yarpaq düşür, bir ömrün günləri tək. Tək hecalı qoşma necə yazılmalıydı? Bitişik. Deməli, bu da hansıdır? Fonetik norma. Fonetik qrammatik harda var? B variantında. Pəncərəmə hicran yazır. Damcıların naxış-naxış. Yazır damcıların. Xəbər keçib mübtədadan əvvələ. Söz sırası belə olmalıdır. Damcıların naxış-naxış pəncərəmə hicran yazır. Və yaxud da damcıların pəncərəmə naxış-naxış hicran yazır. Yəni, mübtəda əvvəldə, xəbər sonda olmalıdır. Deməli, söz sırası, əlaqə nədir? Qrammatik norma A bəndi. 61. Hansı normaları pozulub? Qulağıma hardansa səs gəlir, toxunmur. Ana başımın yanında dua demir, dua eləyir. Yağı qızartdı, yağı dağ eləyir. Deməli, ona görə səhvdir, dağ etdi yağı. Deməli, bütün hamısında hansı norma pozuldu? Ay müəllimlər, gördüyümüz kimi deyir ki, hansı norma pozulmuşdur? Leksik norma D bəndi. İşlək malı əyərlər, tənbəlini söyərlər. Söz səhv yazıb, fonetik. Öküz citək etməsə, qaşqasına döyərlər. Fonetik normanın özü hansı növü? Orfoqrafik, yəni yazı qaydası E bəndi. Dərsi danış əvəzinə dərsi söylə desə hansı norma var? Yenə söz oyunu, söz. Söz hansı normadır? Leksik normadır. Deməli, D bəndi. Ürəyim ağı, könül, yenə sözü düzgün işləmir. Hansı normadır? C bəndi. Qrammatik normanın pozuntusu səhv tələffüz orfoepikdir, yəni fonetikdir. Söz sırası qrammatikdir, düzgün yazılmama fonetikdir. Sətirdən sətirə fonetikdir. Mənaca düzgün leksik normadır. Deməli, hansı oldu qrammatik? 65-ə B variantı. Qrammatik norma pozulması kimi göstərə bilməz. Aha, gəlin baxaq. Tələffüz orfoepik normadır. Orfoepik, yəni fonetik normaya daxildir. 66 D bəndi. 67. Gördüm üzünü bağçada, laləm yada düşdü. Gördüm üzünü bağçada. Xəbər zərflikdən, tamamlıqdan əvvələ keçib qrammatik norma pozulubdur. Gəlin görək bizdən nə istəyir?
Deyir ki, bəli, çünki söz sırasına əməl olunmayıbdır. Bəli, qrammatik norma pozulub, çünki söz sırası doğrudur. 68-ciyə baxaq. Hansı söz ədəbi dilin hər üç normasının pozulduğu? Bostandır, buğda, çəltik, qarabaşaq yetişdirilən yer. Birincisi müəllimlər, buğda, çəltik, qarabaşaq yetişdirilən yer deyir, bostandır. Buğda, çəltik, qarabaşaqdır, taxıl, arpa, bunlar bostanda yetişmir, tarlada yetişir. Bostanda qarpız, yemiş, gündəlik tərəvəzlər yetişdirildiyi yer. Deməli, burada leksik sözü düzgün işlətməyib. Və plusda xəbər əvvələ keçir. Necə olmalıdır? Buğda, çəltik, qarabaşaq yetişdirilən yer bostandır. Görürsünüz? Mübtəda sonda da xəbər əvvələ. Yenə bostandır sözü əvvələ keçib qrammatik normanı da pozub. Bostan yox, bostan yazılır, fonetik normanı da pozub. Deməli, A-bəndi. Sonra jest, mimika, müsbət və mənfi, çəpik çalmaq. Biri var alqışlayırsan, biri var da kimisə ələ salırsan. Görürsünüzmü? A-bəndi. Ələ salanda mənfidir, alqışlayanda müsbətdir. Qrammatik norma harada pozulubdur? Müəllimlər, gəlin baxaq. Cəmaatın böyük hissəsi təkdədir. Xəbərdə lar var, cəmdədir. Deməli, uzlaşma pozulub. Qrammatik norma harada gözlənibdir? İndi tərsini axtarırıq, gözlərini axtarırıq. Gəlin görək. 5 durnalar yox, 5 durna olmalıdır. Xeyli adamlar, xeylidən sonra tək isim gəlməlidir. 4 variantlar yox, 4 variant. Çəmənlər cansızdır. Cansız ona demişəm, xəbər təkdə olmalıdır. Amma qapı cansız deyə xəbər təkdə olmasını norma belə deyir. Norma deyir ki, uzlaşdırma. Cansızdırsa təkdə olsun xəbər deyir. Sonra 72. Çoxu, yenə çoxudursa, çoxu, bir çoxu, hamısı, hərəsi, hər ikisi, müəllimlər, toplu isimlər. Bunlar tək xəbərlə işlənir. Deməli, burada oldu qrammatik norma. Çünki uzlaşma məsələsi pozulubdur da. Ondan sonra istirahət edən çoxu sənli sümbüllü, sənli sümbüllü. Dağlara baxmaqdan doymazlar. Sözlə səhv yazır. Fonetik norma. A-bəndi. Sonra qrammatik norma harada pozulmuşdur? Gəlin baxaq görək harada pozulub müəllimlər. Deyir heç biri. Yenə xəbər təkdədir. İstəmirdilər yox. İstəmirdi. D-bəndi. Görürsünüz? Birdir. Bir. Təkdir. Niyə burada cəm olmalıdır? Həm leksik, həm qrammatik norma harada pozulmuşdur? Sonra həm deyir düşdük. Haraya? Haraya? Otağa. Hansı otağa? Yuxarı. Birinci söz sırası pozulub, oldu qrammatik. Və yuxarı otağa düşürlər, yoxsa aşağı otağa düşürlər. Həm də nə var? Leksik norma. D-bəndi. Sonra 75-ci sualımıza baxırıq. Qrammatik və orfoqrafik, yəni həm yazılış var, həm də əlaqələnmə düzgün deyil. Gəlin baxaq ondan. Sonra başladım, Xosrov Şirin, əsər adı dırnaqda, fonetik. Başladım, nəyə başladım? Oxumağa. Xəbər tamamlıqdan əvvələ keçib, həm də qrammatik. Elə A-bəndi. 76. Leksik norma hardadır? Gəlin baxaq görək, leksik norma hardadır? Deməli, xəyalımda səslənir, yox, xəyalımda canlanır. E-bəndi. 11-ci şarkıların hamısı. Hamısıdırsa xəbər təkdə olmalıdır. Deməli, qrammatik norma pozulur. Sonra baxaq. Deməli, burada qrammatiki tapdıq. Son zəngiyə axırıncı zəng deyir. Söz də düzgün işlətmir, həm də leksik norma B-bəndi. 77-də, B-bəndi, 78-də. Novruz bayramı qonşu uşaqların çoxu. Yenə çoxudursa xəbər təkdə olmalıdır, qrammatik norma. Qapıya papaq qoymurlar, papaq atırlar qapıya. Deməli, leksik norma. Leksik qrammatik norma 78-də E-bəndi. 79-da meyvə yerə dağılmır, meyvə yerə tökülür. Meyvə yerə tökülürsə, özdə meyvələr cansızsa, burada olmamalıdır, həm də qrammatik. Yenə, meyvələr cansızdır, xəbər cəmdədir deyə qrammatik norma. Meyvə yerə dağılır, yox, tökülü olur olmalıdır. Həm də leksik norma 79 A-bəndi, 79 A-bəndi. Sonra payız gəldi, ağacın yarpaqları yox, yarpaqları saraldılar, yox. Cansızdır, mübtəda cansızdır. Xəbər təkdə olmalı idi. Burada qrammatik normadır, yarpaq səhv yazılıb, fonetik normadır. Deməli, 80-də oldu cavabımız. D-bəndi, fonetik və qrammatik.